Bəzən bədənimiz bizə susaraq danışır. Yorğunluq, ağızda acılıq, dəridə ləkələr. Bunlar sadəcə əlamət deyil. Qaraciyərinizin kömək istəyidir. Amma narahat olmayın. Evdə təbii üsulla sadəcə 10 günə bu orqanı bərpa etmək mümkündür. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Qaraciyərin funksiyaları çoxşaxəlidir. Toksinləri təmizləyir, maddələr mübadiləsini tənzimləyir və yağların həzmi üçün öd istehsal edir. Qaraciyərin problemlərindən biri də qaraciyər piylənməsi yağlı hepatoz olub. Düzgün olmayan qidalanma, xroniki stres və hərəkətsiz həyat tərzi nəticəsində yaranır. Müalicə olunmazsa sirroza və hətta xərçəngə çevrilə bilər. Və indi isə keçək qaraciyəri təbii üsullarla təmizlənmə qaydasına. 1. Limon suyu və zeytun yağı metodu. Acqarına səhərlər 1 qaşıq limon suyu və 1 qaşıq zeytun yağı qarışığı qəbul etmək qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır və metabolizmi sürətləndirir. 7-10 gün ərzində hər səhər tətbiq edilir. 2. Tübac üsuludur. Tübac qaraciyəri təmizləməyin ən məşhur metodlarından biridir. Acqarına isti və ya qazsız mineral suya sorbit və ya maqnezium əlavə edilir. Daha sonra sağ tərəfə yatıb qaraciyər üzərinə qrelkə qoyaraq 1 saat və ya 1 saat yarım qalmaq lazımdır. Bu metod ödün axınını stimullaşdırır və qaraciyəri toksinlərdən azad edir. 3. Yulaf kiseli ilə müalicə. Yulaf dənələri qaynadılıb dəmlənərək içki hazırlanılır. Bu vasitə qaraciyərin hüceyrələrini bərpa edir, iltihabı azaldır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. 4. Su rejimi və detoksifikasiya. Hər səhər yeməkdən əvvəl limonlu isti su içmək qaraciyəri aktivləşdirir və gün ərzində ən az 2 litr təmiz su qəbul etmək vacibdir. 5. Sağlam qidalanma. Prinsipləri yağlı qızardılmış yeməklərdən, fast food və spirtli içkilərdən imtina edərək tərəvəz, meyvə, taxıl məhsulları, yağsız ət və balıq qəbul etmək tövsiyə olunur. Həmçinin bitki lifləri ilə zəngin qidalar qəbul edilməlidir. 6. Ənginar rastoropşa. Ənginar toxumları qaraciyər hüceyrələrini qoruyur və bərpa edir. Yeməkdən əvvəl gündə 1 çay qaşığı ənginar toxumu qəbul etmək və ya çay kimi dəmləmək məsləhətdir. Müalicə müddəti 1 ay təşkil edir. 7. Fiziki aktivlik və idman. Gündəlik 30-40 dəqiqə piyada gəzmək və ya idmanla məşğul olmaq qan dövranını yaxşılaşdırır, metabolizmi sürətləndirir və qaraciyərin sağlamlığına müsbət təsir göstərir. 8. İtburnu dəmləməsi. 3 xörək qaşığı itburnu meyvəsi yarım litr qaynar suda termosda 10-12 saat dəmlənir. Acqarnına hər səhər 1 stəkan içilir. İstəyə görə bal da əlavə edilə bilər. 9. Tənəffüs gimnastikası. Uzanaraq sağ əli qaraciyərin üzərinə qoyub dərin nəfəs alaraq əllə qaraciyərə yüngül təzyiq tətbiq etmək 5-7 dəqiqə hər səhər və axşam təkrarlanmalıdır. Bu üsul qan dövranını yaxşılaşdırır və öd durğunluğunu aradan qaldırır. Sonuncu təzə sıxılmış tərəvəz şirələri, kök, çuğundur və alma şirələri qaraciyəri təmizləyir və metabolizmi aktivləşdirir. Gündəlik 200-300 milli olmaqla səhər və ya yeməklər arası qəbul edilməlidir. Bu üsullar kompleks şəklində tətbiq edildikdə qaraciyəri 8-14 gün ərzində effektiv şəkildə bərpasına imkan yaradır. Yaxşı olar ki, müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.